uçurmağın cəzası 75.000 dollardır. Dostlar, görün necə gözəl mənzərədir. Justin Bieber və digər əsas məşhurlar burada çıxış eləyəcək. Səsim, boğazım sulub, əgər sinənizdə belə bir şans varsa 100 yox, 1 milyon faiz mütləq gəlin, düşünməyin. Yəni ağlınıza bir düşünmə şey varsa belə düşünməyin. Mütləq dəyər, %100 dəyər. Dünyanın ən böyük musiqi festivalı olan Coachella musiqi festivalına gelirik və bu vlogun başlanğıcıdır. Hər kəsi salamlayıram. Videoya keçmədən əvvəl də bir like atın ki, mənim də video çəkməyə həvəsim çox olsun. İlk dəfədir like atını videonun əvvəlində dedim. Nəysə, hal-hazırda heç bir şəhərə yaxın deyilik. Ən yaxın olduğumuz şəhər Los Angelesdir. Biraz San Diego da ola bilər. Çox adamlar burada yığışır. Əgər qrup halında getmək istəyirsə, burada toplaşır, gedir. Biz də gəldik burada mağazadan dərman aldım çünki boğazım ağrıyır, burnum axır. Qəribə bir şeydir. Gedirik, kamp eləyəcəyik. 3-4 günlük festivaldır. Maraqlı olacağını düşünürəm. Car camping eləyəcəyik, yəni maşında kamp eləyəcəyik. Burada beşlərimiz var. Bugün 4-cü gündür. 4-cü gün Day Zero adlanır. 5-ci gün, 6-cı gün və bazar günü əsl musiqi festivalıdır. Günorta 1-də qapılar açılır. Gecə saat neçədəsə bitsə də bitər. Yəni 1, 2, 3 və bəzi yerlərdə səhərə qədər də musiqi davam eləyir. Dəhşət fanatı olan biri deyiləm, amma festivalın necə fanatı olasan? Festivala gələn musiqiçilərin fanatıyam həqiqətən. Nəysə, ətraflı danışacağam. İndi isə gedək festivala doğru. Daha doğrusu kamp eləyəcəyik. Beşləri falan yığacaq eləyəcəyik bugün. Qiymətlər haqqında da sizə ətraflı məlumat verəcəm. Sıra çox yoxdur. Bu arada bura səhər 9-da açılır, amma cəmaət dünən saat 10-da, 11-dən artıq gəlib bura girməyə çalışırlar. Yəni burada it var, it maşını yoxlayır. Çox safe ortam olduğu üçün bir-bir veşləri çıxarıb baxırlar. Ona görə istərsəməz uzun çəkə bilir, amma yenə də pis deyil, yəni sıra dəhşət də çox deyil. Yəni bir qrupumuz da gələcək, amma eyni yerdə olmayacaq, çünki bu qədər maşın var, yəni və hərəsinin öz özəl yeri olur və həm çıxa bilmirsən yerindən, həm də çıxsan da girə bilmirsən. Yəni bir dəfəlikdir. Çıxdınsa bitirdin də festivalı, yəni yenidən girə bilmirsən. Bütün veşlərimizi açdılar, baxdılar, bunu çölə çıxartdıq. Sonra it də gəldi, indi baxır. İt iyiləyir. Ki nəsə var, nə yox. Gəldik artıq. Burada görə bilərsiniz, millət çadırını qurub. Spatlar da budur. Qolbaqlarımız da budur. Və bunu skan edib giyirik. Yerimizə gəldik, maşını park elədik. Möhtəşəm yerdəyik. Düz tualetin yanındayıq. Yəni gecə durub tualetə getmək lazım olsa və maşınımızı hazır eləyirik. Gördünüz, baxın, belə ərazilərdir. Burada qonşularımız, tanış olduq. Kampımızı qururuq, sizə sürətli çəkimdə göstərəcəyik. Dostlar, bitirdik. Bura bizim ərazimizdir. Bura yataqdır. Burada elə belə paltarlardır. Burada oturacaqdır. 2 dənə kanopimiz var. Bir dənə maşın var. Burada qonşularımızdır. Və çölü də sizə göstərim. Çox qəşəng setuplar var. 0-cı gündə də bəzi DJ-lər kamp ərazisində çıxış eləyir. Məsələn, səssiz disko var, o olur. Kampın aktivite olan, fəaliyyətlər olan ərazisinə gəlmişik və burada topu ora atana hədiyyə verirlər. Oyda! Mən də yoxlayacağım, görək ata bilirəmmi? Yaxın idi ha. Burada bütün pulsuz yerlərə giriş eləməyə çalışırıq. Sərinləşdirici içki verəcəklər. Free Slurpee. Buzlu su kimi bir şeydir. Thank you. Əsas festival orada olacaq. Dadına baxa görək necədir. Nəysə, gözlərimdən daha yaxşıdır. Pis deyil. Yemək yeyirik. Fazilət hanım və qızlarına baxa-baxa. Neçənci bölümdəyik? 13-cü bölüm. Kako yeyirik. Qazlı su, yeməyimizi özümüz hazırladıq. Nəysə, axşam səssiz disko var. Yəqin ki, gedərik. Bu arada çinmək istəyirəm, amma çinmək də səhər 7-dən axşam 7-yə qədərdir. Düşünürəm, səhər 7-də də babat sıra olacaq. İndi də səhərindəsində. Səhər indi
tələsib şey eləməkdənsə səhər gözləyərəm. 2 saat çimərəm, mən çox çimirəm. Başqa nə var? Saat 8-də, 9-da falan həm gün batımını izləmək var, həm də NASA ekspertləri gələcək və kainat haqqında söhbət gedəcək. Nə idi, adı yadımdan çıxdı. Galaktika haqqında bir söhbət olacaq. Teleskopla falan Günəş sisteminə baxacaq eləyəcək. İndi gedirik, axşam aktivitesi var. Hələ də 0-cı gündəyik. Hamı belə heç kim kombin eləməyib, hamı qarası kimi gəzir. Bu arada bunların hər biri bir küçə adı veriblər ki, kimsə bir-birini tapmaq istəsə asan olsun. 1007-ci küçə. Buranın qiymətləri haqqında danışım və sübut eləyim ki, baha deyil. Düzdür, bahadır, amma müqayisə edəcəyim şeylərə görə deyəcəksiniz ki, hədə yəni o qədər də baha deyilmiş. Burada səssiz disko olacaq. Hələ ki səslidir. Gəlib kamp ərazisində də qulaqlıq taxıb özünüzə görə oynaya bilərsiniz. Mən yəni o qədər də əslində belə festivalları sevmirəm. Yəni bildiklərim çoxdur deyə mənim üçün maraqlıdır. Amma bilmədiyim olsa gəl burada 3 gün, 4 gün mənim üçün maraqsız olar. Amma yenə də gələrəm. Çünki maraqlı bir təcrübədir. Biraz qabağa gedim, qiymətlər haqqında danışacağım. O Sojourn necə gözəl mənzərədir. Sunset. Burada da Dave's Hot Chicken restoranı var, çox qəşəngdir. Həqiqətən gözəldir. Bu arada bu gördüyünüz çadırlar daha bahalı olanlardır. Qiyməti nə qədərdir bilmirəm. Burada qalmaq daha bahadır. Minlərlə dollara qədər çıxır. Atlar nə qəşəngdir və bura çox daha yaxındır şeyə, festival ərazisinə. Love the desert and love Coachella. If we went to space, probably. O Zaretka bitəcək, tez danışım. Deməli çox maraqlı söhbət oldu. Hələ teleskopla da Yupiterə baxdıq. Belə buludlu görünürdü, amma Yupiterin ətrafında 4 dənə, yoxsa 3 dənə belə nöqtə kimi, daha nöqtə kimi görünürdü. Yupiter videosunu çəkə bilmədim, amma özüm zorla görürdüm. Nəysə çox maraqlı idi həqiqətən. Və orada bir dənə sual verdi ki, Yupiterin neçə dənə ayı var? Kameraman da dərs alıb, astronomiya dərsi. O dəqiqə dedi 4, bilirəm. Sən də bu cavab 95 imiş. Və cavabı düz bilənə VIP bilet verdilər. Oradakı danışan 2 dənə qızla oğlan, səhv eləmirəmsə, Yupiterin ayına raket yollayıblar 2 il əvvəl. Hələ 3 ili var çatmasına. Çox maraqlı idi həqiqətən söhbət. Gün birdən hər kəsə salamlayıram. Səhər durdum. İndi moduma görə ya qaçacağam ya yox. Çünki sabah burada 5 kilometr deyəsən maraton var. İstəyirəm ora qoşulum, orada qaçım, səhər saat 9-da deyəsən. 5 kilometr heç qaçmamışam. Qaçmağa təzə başlamışam. 1 mile, yəni ki 1.7 kilometr qaçanda siz necə oram. Nəsə bir dişimi falan yuyum. Dişimi də belə bundan yuyacam. Su, ağzıma su alıb dişimi yuyacam. Tualetdə çünki su yoxdur. Tualet sadəcə tualetdir. Hamamda da sıra dəhşət çox olur. Bu arada qonşularımızın hamamı var burada. Çıxanda sizə göstərəcəm. Tam yox ha. Sizə göstərəcəm necə bir şeydir. Maraqlıdır. Yəni gəlib 2 saat sıra gözləməkdənsə bu daha yaxşıdır. Bir dənə gəlib su gətirib gəlmək lazımdır. Hamamdayım, hamam. Heç gözləmədim, sıra yazanı yoxdur. Dostlar, bir çimdim. Orada nə qədər sıra var, yəni qızların sırası hələ dəhşət çoxdur da. Girəndə orada sırada olan qızlar var idi, hələ də sıradaydı. Qəşəngcə çimdim, ləzzət elədi. Dünən bizə pulsuz Monster verdilər. Təbii ki, enerji içkilərindən uzaq olaq, amma orada boşa qalmasın deyə içirəm. Yenə kamp yerinə gedirik, orada oyunlar falan olar yəqin. Orada biraz taklaq. Ora gedənə qədər də sizə qiymətlərdən danışım. Deməli, birinci kampingdən başlayayım. Kamping sizə demişdim qiymətini. Yenə deyim, 150 dollar. 599 dollar da biletə pul vermişik. Və sizə açıqlamasını eləyəcəm ki, niyə mükəmməldir. 2 dənə bilet, bir dənə kamping. Kamping bu arada 150 dollar bir maşın üçündür. Yəni, maşında nə qədər adam istəsəz gəlin. Sizə onun 30'a bir yer verilir. Göstərim. Baxın belə. Bir dənə maşın sığır, 2 dənə də kanopi sığa bilir. Daha qrup kamping eləyə bilərsiniz. Daha çox bahalı pul verib. Sonra çadırlar var. Çadırlarda qala bilərsiniz. Onlar da çox bahalı qiymətə qədər gedir. Yəni internetdə böyük ehtimal görmüsünüz, 10 minlərlə dollara qədər gedir. Burada otellər, Airbnb-lər neçəsə 1000 dollardır. Necə böyükdür. Burada şarj stansiyaları var, gəlib şarj eləyə bilirsiniz. Qeyd olunub ki, gəlib saçınızı qurutmayın. Biz bu arada
o qədər pulu birbaşa verib almadıq. Çünki keçən il çıxanda almışdıq və biletlər tez tükəndi. Biz də biletimizi Amex'e özel, American Express kartına özel bir gün daha tez bizim kart özel paylaşılmıştı. Yani eğer sizin de American Express'iniz varsa normal satışa çıxmadan bir gün əvvəl alabilirsiniz. Neyse biz de elə elədik təbii ki və payment plan elədik, aylara böldük. Hər ay $299 pul çıxırdı. Restoranlar falan, hər yeməyə 30-40 dollar pul verə bilərsiniz. 30-40 yox, bir yemək yəqin ki $20-25 olar. Neyse 2 nəfərə toplam $1544 pul çıxdı. Gəl indi deyim niyə bu çox yaxşıdır. Bilirsiniz ki Dünya Kuboku Amerikada olacaq. Qızlar burada hazırlaşır. Yaxşıdır da güzgü gətirmək olmaz. Yəni bunu fikirləşiblər ki burada belə hazırlanma yeri qoyublar. Dünya Kuboku biletləri bilirsiniz ki satışa çıxıb və heç komandalar bəlli olmadan biletlər $1000 üzərinə satılırdı. Bu 4 gündür, yəni hətta 3 gündür. 3 günlük festivaldır və yüzlərlə müğənni çıxış eləyir, yüzlərlə sənətçi çıxış eləyir. Və hər sənətçi təxmini $50 pul düşür də. Normalda bir sənətçinin konsertinə getsəz, siz elə $300 təxmini pul verirsiniz. Atıram, Justin'in öz konserti olsa gedib orada böyük ehtimal $300-400 pul xərcləyəcəksiniz. Bura gəlirsiniz amma bilet $600'dır və nə qədər sənətçi görürsünüz də görəcəksiniz hələ 3 günümüz necə dolu keçir. Və başqa şeylər də çoxdur hələ burada. Merch alacaq, bir dənə tişört yəqin ki. Sizə demişdim, bura həm musiqi, həm də incəsənət festivalıdır. Bura gəlib burada cəmaət özləri üçün craft eləyirlər, nəsə düzəldirlər. Burada şəkillər çəkirlər. Burada nəsə boyayırlar. Burada nəsə düzəldirlər. Kameraman da belə bir şey düzəldib. Coachella 2026. İndi burada söhbət yeri var. Sadəcə talk show kimi danışırlar. İncəsənətdən, artdan, bəzi mövzulardan. Jaden Smith gələcək. Will Smith'in oğlu, Karate Kid'dəki oğlu. Onu gözləyirəm. Şəkil çəkdirə bilsəniz olar. Çox maraqlıdır əslində, yəni hələ festival 1-də başlayacaq. Əsas adamlar da 3-dən 4-dən sonra çıxış eləyəcək. Ona qədər çox maraqlı şeylər olur. Ən bərk qışqırana tişört verirlər. Bağırım bambılı şimdi. Mənə verin də tişört, nə olar, mənə verin. Bizə. Thank you. Neyse, bu dəfə yanımızda oldu. Dostlar, plan başarılı oldu. Video çəkdim. Jaden Smith oradadır. Dostlar, kombinimi görməyə hazırsınız. Rahat olun deyə belə gedəcəm. Narahat olsa qayıdıb belə qaqa paltarlarımı geyinib belə davam edəcəm. Amma günortadan sonra hava sərinləyəcək. Yəqin ki, narahat olacağını düşünmürəm. Kəmər gətirməyi unutmuşam. Amma bu düzdür bir yerə qədər düşür, amma lap aşağıdan sonra düşüb getmir də, yəni biraz da aşağı düşmür. Bu arada dünən NASA'dan bizə sticker verdilər 2 dənə. Onu da götürdüm xatirə olaraq saxlayaq. Orada Amazondan da fən almışıq, həqiqətən işə yarayır, zaryadkası hələ də qurtarmayıb. Təxminən deyəsən 20 saat falan fən vura bilir. Və dostlar, rəsmi olaraq Coachella'ya gedirik. İndiyə qədər izlədiyiniz hələ başlanğıc idi və əsas yerdəyik. Birazdan oradan keçəcəyik deyəsən. Tam bilmirəm, prosesi sizə də göstərəcəm. İşte bəlkə aranızdan kimsə gəlmək istəyər. Məncə Azərbaycan dilində çəkilən çox axtarmağa çalışdım. Türk dilində, Azərbaycan dilində. Türk dilində bir neçə kontent tapdım, amma Azərbaycan dilində heç nə tapa bilmədim. Əsas məqsəd şəkillər çəkdirməkdir. Sizlər üçün paylaşmaqdır. O şey blogerlər deyir. Hə, mən sizlər üçün əziyyət çəkib gəlmişəm, kombin eləmişəm. Əslində olan öz keyfinə görə şey eləyir. Sonra deyir ki, sizlər üçün əziyyət çəkirəm. Dostlar, üzr istəyirəm. Mən sizin üçün əziyyət çəkmirəm. Özüm üçün əziyyət çəkirəm. Mən elə yalan danışa bilmərəm. Amma bəyənin siz yenə də videonu. Burada da deyəsən yoxlanışdan keçəcək. Drone uçurmağın cəzası $75.000'dır. Və girdik, Coachella 2026'dayıq. Bu arada festival 2 həftədir. İkinci həftə birinci həftədən $100 daha ucuzdur. 599
indidir səfərimizdə 499 mu? Nəsə bir 50 dollar mı, nə mi? Amma mən dedim ki, day biraz pul artıq verək, ilk həftəyə gələk. Çünki ilk həyəcandır, hər şey ilk dəfə buradadır. Hamı birinci dəfə bura gəlir. Hamı ilk dəfə qulaq açacaq Justinə neçə illər sonra. Əsas yer oradır, şəkil çəkiləsi. Bir də bura var. ID checkdə deyəsən gəlib burada vəsiqənizi verirsiniz. 21 yaş üzəri olduğunuz təsdiqlənir. Sonra da gedib alkoqol içsəz eləsəz, onu göstərirsiniz. Yəni peçat falan qoyurlar qolunuza yəqin ki. Bura mağazadır. Orada bir səhnə var. Orada bir səhnə var. Orada bir səhnə var. Bir də Amerika ilə yerdir ki, məşhur həqiqətən o qədər çoxdur. Amma yəni tanımırsan da, yəni mən sevdiyim müğənniləri belə üzdən görsəm tanımayacağam. Böyük ehtimal. Gərək çox həqiqətən izlədiyim biri olsun. VIP o qədər də bahalı deyildi. Amma VIP-nin o qədər də önəmi yoxdur düzün desəm. Məsələn, bəzi tualetlərə girmək imkanı var, daha təmiz olur. Yəni özəl bir keçid. Yəni VIP özəl restoranlar falan var. Yəni 100-200 dollar daha bahadır. Çox şey olsa, dediyim kimi bir də böyük ehtimal qismət olar gələrəm, amma düşünürəm ki, gəlməmə ehtimalım var. Yəni çox belə böyük avantaj olsa gələsi VIP ala bilərdim, amma ehtiyac duymadım. Və ən əsas yer. Orada günəş kremi də vura biləcəyiniz yer var. Və mən də çəksin elə. Bu outdoor stage'dir. Bu əsas Coachella stage'dir. Justin Bieber və digər əsas məşhurlar burada çıxış eləyəcək. Gəlmişik Central City görməyə. 10-15 dəqiqəyə başlayacaq. Sahara'ya. Orada da bir dənə listimdə olan biri var. Amma dəqiq yadımdan çıxıb kimdir. Prosta yazmışam. Hansı mahnıya görə yazmışam yadımda deyil. XX. İndi isə Sabrina Carpenter. Neydi? Carpenter. Xalçaçı Sabrina'ya gəlmişik. Çox naxsın bilmirəm, amma gəlməliydik. Yoxum dəhşət gəlir. Amma maraqlıdır. Səhnələr gözəl həqiqətən. Nədir məşhur məşhur? Espresso. Espresso deyilmiş. Dostlar, indi oxuyur espressonu. Biz də gedirik digər. Artıq digərinə gedirik. Başlayır 1-2 dəqiqə. O tərəfdən Sabrina'nın səsi gəlir. Burada da Disclosure oxuyur. Ora çox kalabalıq idi. Adam çox idi, trafik çox idi. Mənim də dəhşət yuxum gəldi və belim dəhşət pis ağrıyır. Gəldim bir dənə Red Bull aldım. ID-nizi yoxlayır, sizə alkoqol pas verir ki, bir də gedib alkoqol alanda sizin vəsiqənizi falan yoxlamasınlar, hər dəqiqə vəsiqə üstünüzə daşımayın. Bu elə biz sizi təsdiqləyir ki, 21 yaşınızdasınız. Gəldik. Hələ 1 saat var animənin çıxış eləməyinə və gizli qonaqlar var. Lisa və bir dənə də başqa biri var. Lisa da bilirsiniz, Koreya popunun möhtəşəmi. Ən sevdiyim Koreyan pop sənətçisidir. Çox qəşəng olacaq məncə.
Həqiqətən də həyəcanlıyam. Belə listim var. Hal-hazırda Gordo oxuyur. Saat 1'ə qədər, 11:59-da anima başlayır. Biz də gözləyirik. Arxa demək olar ki, dolu. Birazdan buralar coşacaq. Səsdən qulağımız partlayacaq. Baxın, deyir ki, küləyə görə cancel olub. İnşallah ki, yalandır. Dostlar, birinci elə bildim ki, zarafatdır, amma sonra öz-özümə dedim ki, yəni belə bir şey ekranda yazmazlar da, ya da yazan kimi saniyəsində səs mahlı falan gələr, ona görə heyf. Yəni həqiqətən ən qabaqda durduğumuz idi və yəni çox möhtəşəm olacağına inanırdım. Qonaqda Lisa gələsi idi, ən sevdiklərimdən. Money. Neysə, sağlıq olsun, o qədər şeyə baxdıq. İndi burada biraz saxlaq yerə gedəcək. Blood Orange var burada. Bura böyük ehtimal daha da boşluğuydu. İndi cəmaat cancel oldu deyə bura gəldik. Qaydırıq öz yerimizə. Küləyi məncə əvvəlcədən təxmin eləmək mümkün ola bilərdi də, yəni havanı. Seti də qurdular elələr, sonra olması atıram o gün desələr, bir gün əvvəl desələr, bir saat əvvəl desələr okeydir. Çünki biz orada ona baxaq deyə digərindən çıxdıq, getdik. Sonra başqası var idi, heç ona getmədik. Başını buraxdıq. İndi də Gordo var orada, qəşəng bir dənə DJ. Ona da getmədik. O da Gordo deyəsən odur. Yox, orada şeydir deyəsən. Bir dənə qız oxuyur. Dostlar, evimiz yoxdur. Baxın, külək həqiqətən də çox uymuş. İndi hər şeyi yığışdırırıq da maşında yatdıq üçün. Vəziyyət budur. Külək dağıdıb, baxdıq ki, qırılıb, birini çıxarıb o birini bu tərəfə qoyasıydıq. Sonra axıra çatanda külək bir dənə vurdu, onu da qırdı. Hərəsinə $80 vermişdim. Ama qaytaracağım yəni o küləyə. Bir dənə küləklə qırılan, yəni aşa bilər, amma yəni qırılması şeydir də. Neysə dostlar, mən buranı düzəltməliyəm. Dostlar, babat xəstələnmişəm. Özümü çox pis istəyirəm. Rahat yatdım yatan vaxt, amma içəri çox darısqalı idi deyə elə bilirdim öləcəm, nəfəs ala bilmirdim. Belə eləyirdim, burnumdan nəfəs ala bilmirəm. Çox orada tozluydu falan. Həm də olsa grip kimi idim, gəlirəm çimməyə. Amma yəni yenə də yoxa nəhlət. Dostlar, çöldə oturmuşuq, yerimiz yoxdur. Burada pişirdik, səhər yeməyi yedik, maşından buradadır. İndi gedəcəm əsas kamping yerinə. Orada oturaq, videolara falan baxaq, storyləri paylaşım. Heç nə paylaşmamışam dünəndən. Yenə də grip əmələk getdim, çimdim, elədim, özümə gəldim. Saat 4-də gedəcək. Mahmud Orhan birinci sıradadır bizim üçün. Sonra axşamda Justin var. Coachella gün 2-dən hər kəsi salamlayıram. Rəsmi olaraq gün 2-miz başlayır. Gedirik səhnəyə, gedirik Mahmud Orhana dinləməyə. Sunkamda şey var. İnşallah nəsə eləməzlər. Yeməyə. Giririk içəri. Görək nə olur. Girdik içəri. Bu gün adam elə bil daha çoxdur. Ya da biraz gez gəlmiş idi ya. Nə qəşəngdilər. Çox vaxt burada appdən hamı gedəcəyi artistləri əlavə eləyir. Sonra onu şəklini çəkib qoyur ekran şəklinə ki, bir də proqrama falan girməsin. Ekran şəklinə baxanda bilsin hara getmək lazımdır. Ha, Yuma buradadır. Gəl. Bütün sürpriz qonaqlar ora gəlir və hər gün bir-iki dənə sürpriz var. Bu arada biz birinə getdik, amma vaxtında getmədik. Snoop Dogg gəlmişdi qonaq olaraq. Görsək maraqlı olardı. Bu arada biz gedirik Mahmud Orhana, ona görə böyük ehtimal türk məşhurları görəcəyik. Danla Bilic, Cemalcan, sonra bizim qardaşımız Ada var. O da Türk YouTuber'dır. Dostlar, bir dənə məşhur TikToker gördük. Videoda çəkmədim, orada TikTok çəkirdi. O yanında da bir dənə olan var idi. Amma bilmədim o məşhurdu ya yox. Onunla da şəkil çəkdirdilər. Bilməm, şəkildə görünür ya yox. Baxın, TikToker qaqam. Səhv yerə gəlmişik, səhv yerə. Oxşuyurlar bir-birlərlə. Orada başqa yerə getməliyik. Qaçırıq. Kül başımıza. Axır ki, gəldik, tapdıq, amma sıra var biraz. Bir dənə də çıxışı var. Çıxanda bütün türk məşhurları tutacaq.
budur. Buna görə gəlmişdik elə. Gəldik yeməklərə baxmağa, potentially da almağa. Görək hardası razı sonra görək. Nəysə, yemək alaq sizi güncəlləndirəcəm. Qiymətlər bahadır. Bir dilim pizza 14 dollardır. Birazdan Justin çıxış eləyəcək. Möhtəşəm idi. Fanatı deyiləm amma yəni bir musiqiçi yaxşı performans göstərirsə ona aşiqəm. Bu dəqiqə nəyə oxşadığım haqqında heç bir fikrim yoxdur. Dünən ən yorğun günlərdən biri idi. Gedirəm yenə çimməyə. Burada yəni mümkün deyil. Toz o qədərdir ki, baxın bu gedir toz buraxır. Dünən həqiqətən möhtəşəm keçdi. Bu arada bu gün əsas Foster the People-dur deyəsən, adı yadımdan çıxdı. Sonra Duke Dumont var. Bir də Major Lazer var. Duke Dumontla Major Lazer eyni vaxtdadır. Böyük ehtimal ki Major Lazer'a gedəcəm. Onun daha çox mahnılarını bilirəm. Bir də daha çox belə 2016 vibe'ıdır. Dünən də yemək aldıq 30 dollara. Amma yeyə bilmədim heç. Bir dənə friesini yedim. Sizin üçün yoxsa video çəkəsiydim. Coachella'nın 3-cü gündən hər kəsi salamlayıram. Bugün biraz sakit gündür. Çox da dəhşət qulaq açacağımız adam yoxdur. Və biz çadırdan çıxdıq səhər. Çox çəkə bilmədim. Deməli, səhər durduq, veşlər onsa biraz yığılmışdı. Hamısını yığdıq. Sonra dedilər ki, axşam buradan çıxmaq olmur da, yəni səhər çıxmalısınız birinci gün. Biz də yəni birinci gün çıxmaq istəmədik də, dedik elə bugün bitər, 2 saat yarım yoldur. Day sürüb qaydaram. O da ki, onlara xəbər elədi ki, biz çıxmaq istəyirik. Gedək normal parkingdə saxlayaq. Bunları deyirəm ki, belə sırayla gəlmək istəsəniz yadınızda qalsın. Forum doldurub, harda olduğumuzu falan yazdıq. Güya deyirlər ki, 1-2 saat çəkəcək. Nəysə, sonra xəbər gəlmədi. Orada bir dənə security'yə dedik. Onlar gəldilər, dedi, hə, sizi çıxararıq buradan. 2 dəqiqə həll elədilər. Əvvəlcə sizə deyəsiydim ki, hə, belə eləyə bilərsiniz, çıxmaq istəsəniz, amma gedin security'lərə deyil ki, biz çıxmaq istəyirik, elə o dəqiqə çıxın. 2 saat gözlədik, sonra belə parkingə getdik, parkingdə də biraz gözlədik, elədik, yəni 2-3 saat çəkdi, elə gün ortadan sonra təzə gəlmişik, saat 6-dır. Bugün qulaq asacağımız əsas 3 nəfər var. Major Lazer. Hal-hazırda Major Lazer'la eyni vaxtda Duke Dumont da var. O başqa səhnədədir, amma onun bir dənə mahnısı həqiqətən çox sevirəm. Amma çatdıra bilməyəcək də. Bu daha yaxşıdır. Əsas səhnədədir, Coachella stage'də. Sonra o yan səhnədə də bundan sonra başqa performans olacaq. Elə ora qaçacaq. Sonra biraz boşluqdur. Sonra da axşam da 1-2 dənə var. Karl G var bugün. Bugünün əsas şeyi çıxış eləyəni. O saat elə 10-da falan çıxış eləyəcək. Heç
Görək nə olur. 6:10-da çıxış eləməlidir. 3 dəqiqə gecikir. Coachella, how we feeling today? Əfsanədir həqiqətən. You ready? 1, 2, everybody jump, jump. Sizi şəpkama taxıram. Selector, appetite tune higher. I'm gonna need your help one more time, Coachella. Diğeri bitti. İndi diğerinə gəldik. Foster the People. Bu da gözəl. Bir daha baxsın bilirəm. Bir daha bu baxsın bilirdi. Bu nələrin axırda oxudu. Pumped up, keep sözlərini bilmirəm mən. Hansı səhnədir bilmirəm. Amma orada drone show eləyirlər. Görək nə eləyir. Ooo, açıldı. Amma nədir bilmirəm. Big Bang. Orada da Sabrina oxuyur. Sabrina yox, Karol G. Bunlar mahnı saxlayanda oradan Karol G'nin səsi gəlir. Falatları dolu deyə burada hamı belə işıqlar tutur. Səhnənin qabaqlarında. Karol G'yə gözləyirəm ki, Bad Bunny gəlsə qaçım ora. Ya da qəşəng bir qonaq. Sizə o dəfə gördünüzsə Animanın şovu cancel olmuşdu, ləğv olmuşdu. İndi başqa səhnədə elə belə daha kiçik bir şey göstərir. 3 günlük möhtəşəm bir festivalın sonuna gəldik və çıxırıq hal-hazırda. Gedirik. Maşını park eləmişəm, amma karmı ping yerinə gəlirəm ki, biraz orada oturum, bura sakitləşdim, adam dəhşət çoxdur. Çox gözəl keçdi, bilmirəm. Sizin üçün çox şey çəkdim, çəkmədim. Əlimdən gəldiyi qədər çəkməyə çalışdım, amma əlimdən gəldiyi qədər də əylənməyə çalışdım. Mənim ilk festivalımdır. Səsim, boğazım sulub. Əgər sizin əlinizdə belə bir şans varsa, 100 yox, %1 milyon faiz mütləq gəlin, düşünməyin. Yəni ağlınızda bir düşünmə şey varsa belə düşünməyin. Mütləq dəyər, %100 dəyər. Həqiqətən gözəl idi. Videoyu da no worries. Videonu da bəyənin. Özünüzə də yaxşı baxın. Dostlar, düz 2 saat yarım, təxminən 3 saat maşın sürdüm dayanmadan və evə gəldim. Videonu bir daha sonlandırıram. Daha gözəl videolarda görüşərik və ümid edirəm Coachella arzusu olan hər bir izləyicimə qismət olar. İnternetdə hər zaman bunu məşhur influencerlar, bahalı həyat tərzi yaşayanlar paylaşdığı üçün çox bahalı yer kimi bilinirdi, amma həqiqətən baxanda 100-dən çox sənətçi çıxış eləyir və qiyməti də $600 olan bir şeydir. Yəni təbii ki, hamısına baxmanız mümkün deyil orada, çünki eyni saatda 3-4 nəfər çıxış eləyir fərqli səhnələrdə. Və hamısına baxma imkanınız olsa, hər sənətçiyə $6 ödəyirmişsiniz kimidir. Amma toplamda 10 nəfərə belə baxsaz, hərəsi $60'dır. Və yəni belə deyim, Justin'in öz konserti olsa, siz qabaqdan izləməyə getsəz, elə böyük ehtimal 300, 400, 500
Bəlkə də daha çox. Çünki Ariana Grande məsələn ya da Billie Eilish 400-500 dollara bilet zorla tapırsan. 600-700 dollar həmişə. Justin-də yəni bunun qat-qat artıq olacaq. Qiymət həqiqətən də ucuzdur. Və o qədər sənətçini bir arada görürsüz. Nəysə. Arzum olan hər bir kəsə qismət olsun. Mənə qismət oldu. Mən də illərdə arzu eləyirdim. Heç nə. Gecəniz xeyrə ya da sabahınız xeyir. Gələn videoda görüşərik.